Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə 6-cı sinif KSG 5 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Keramika hansı materialdan yaradılmışdı? Dəmir, ağac və gil. Keramika gil parçalardan yaradılmışdı. Bəzən keramikanı sobada bişirərək ondan istifadə olunan qablardan əldə etmək mümkündür. Yəni C variantı gil. İkinci sual. Portret nədir? Heyvan təsviri, ornament təsviri, insan. Heyvan təsviri zoomorf adlanırdı. Ornament təsviri də 3 növə bölünürdü. Həndəsi, nəbati və zoomorf idi. Portret təsviri isə insan təsviridir. Yəni insanların sinəyə qədər olan təsviridir. Üçüncü sual. Peruçiniyə məxsus emalatxanada təhsil alan rəssam kim olmuşdur? Peruçinionun emalatxanasında təhsil alan rəssamımız Rafael Santi olmuşdur. Yəni Rafael Santi gənc yaşlarında Peruçiniyə məxsus emalatxanada deməli rəssamlıq sənətini öyrənməyə başladı. Dördüncü sual. Cansız əşyaların təsviri nə adlanırdı? Portret, məişət, natürmort. Cansız əşyaların təsvirinə natürmort deyilirdi. Məsələn, orada gilqab təsvir olunubsa, yaxud da ki, hər hansı bir meyvələr təsvir olunubsa, yəni cansız əşyadırsa, bu natürmort adlanır. 5-ci sual. Göz səviyyəsində yerləşən xətt nə adlanırdı? Qovuşma nöqtəsi, üfüq xətti, bilik. Bilik əşya üzərində ən parlaq yerdir. Yəni gil qabının üzərində ən parlaq yer bilik adlanırdı. Qovuşma nöqtəsi isə üfüq xəttinin üzərində yerləşirdi. Üfüq xətti isə göz səviyyəsində yerləşən xəyali düz xəttdir. Məsələn, bu yerlə səmanı ayıran göz səviyyəsində olan xəyali bir xəttdir. B variantı. 6-cı sual. Saxsı qablar nədən hazırlanırdı? Saxsı qablar gildən hazırlanır. Yəni metal və ya şüşədən hazırlanmır. Saxsı qablar gildən hazırlanır və sobada bişirilirdi. B variantı. 7-ci sual. İnannalın qabı üzərində hansı janr təsvir olunub? İnannalın qabı üzərində orada meyvələrdir, insanların gündəlik həyatıdır təsvir olunub. Əgər insanların gündəlik həyatı varsa, bu məişət olacaq. Yəni C variantı. 8-ci sual. Qədim Çində meydana gələn janr hansıdır? Natürmort, mənzərə, məişət. Natürmort Avropada meydana gəlmişdi. Mənzərə isə qədim Çində meydana gəlmişdi və 6-cı əsrdə. 9-cu sual. Albert Dürer'in akvarel texnikasında işlədiyi əsər hansıdır? Akvarel nədir? Şəffaf boyadır və sudan çox istifadə olunurdu. Yəni bu texnikada işlənilən əsər hansıdır? Burada olacaq dəyirmanla mənzərə əsərində akvareldən istifadə olunmuşdu. 10-cu sual. Hansı əsər Leonardo da Vinci'yə aiddir? Ana körpəsi ilə Michelangelo, Madonna Benua, Leonardo da Vinci'nin əsəri olmuşdu. Axşam əsəri isə Maral Rəhmanzadənin əsəridir. 11-ci sual. Relyef nədir? Relyef qabartma deməkdir və heykəltaraşlığın bir növü olmuşdu. Yəni burada B variantı qabartma olacaq və relyefin də özü 2 növə bölünür. Barelyef və qarelyefdir. Barelyef yarıdan az qabartılır, qarelyef isə yarıdan çox qabartılırdı. 12-ci sual. Hansı variantda ornamentin növü qeyd olunub? Ornament nədir? Təkrarlanan naxışdır və 3 növə bölünürdü. Həndəsi, nəbati və zoomorfdur. Deməli, burada cavab olacaq B nəbati, yəni gül, çiçək, yarpaqların təsviridir. 13-cü sual. Akvarel necə boyadır? Dedik ki, akvarel şəffaf boyadır və sudan çox istifadə olunurdu. Yəni B variantı. Quaşı isə qatı boyadır. Təbaşir isə pastel adlanırdı və pastel tonlarında istifadə olunan xətt ləkələri yaymaq üçün istifadə olunurdu. 14-cü sual. Hava perspektivi nədir? Hava perspektivi odur ki, uzaqda olan əşyaların, yaxud da ki, uzaqda olan bir obyektin, yaxında olan obyektlə rəng fərqi. 15-ci sual. Mənzərə janrında nə təsvir olunurdu? Mənzərə janrında təbii ki, adından deyildiyi kimi təbiət rəsmləri təsvir olunurdu. 16-cı sual. Janrlardan birini seçərək rəsm çəkin. Yəni janrlarımız hansılardır? Natürmort, portret, mənzərə və s. Yəni bu janrlardan birini seçərək rəsm çəkməyi tələb edir. A variantı bu qədər. İndi isə B variantına keçid edək. B variantı 1-ci sual. Mənası qabartma deməkdir və 2 növü var. Deməli, portret insanın sinəyə qədər olan təsviridir. Natürmort isə dedik ki, cansız əşyaların təsviridir. Və mənası qabartma deməkdir, relyefdir. Və relyefin də 2 növü var. Barelyef və qarelyef. 2-ci sual. 14-17-ci əsrdə yaranan janr hansı olmuşdur? Mənzərə dedik ki, 6-cı əsrdə yaranmışdır, qədim Çində. Natürmort isə 14-17-ci əsrdə yaranmışdır, yəni B variantı.
Üçüncü sual. Hansı əsər Böyükağa Mirzəzadəyə aiddir? Axşam Maral Rəhmanzadə, Sahədə Kamil Xanlarov, Mavi fonda Natürmort isə Böyükağa Mirzəzadənin əsəri olmuşdur. Dördüncü sual. Mavi fonda Natürmort əsərində daha çox hansı rəngləri diqqətə çarpır? Axromatik rənglər dedik ki, rəng dairəsində iştirak etmir. Ağ, boz, qara. Burada da mavi fonda Natürmort əsərində mavi sözü açar sözdür. Mavi isti rəngdir yoxsa soyuq? Təbii ki, soyuq rəngdir. Yəni B variantı. Beşinci sual. Arko dağının görünüşü əsəri hansı texnikada yaradılmışdır? Arko dağının görünüşü əsəri akvarel texnikasında yaradılmışdır. Akvarel nə deməkdir? Yəni akvarel şəffaf boyadır və sudan çox istifadə olunurdu. Ancaq qroşi isə əksinə idi, qatı boyadır və sudan az istifadə olunurdu. 6-cı sual. Mənzərə janrı neçənci əsrdə yarandı? Mənzərə janrı dedik ki, 6-cı əsrdə yaranmışdır və harda? Qədim Çində. 7-ci sual. Çində yaranan janr hansıdır? Dedik ki, Çində yaranan janr mənzərə olmuşdur və 6-cı əsrdə, Natürmort isə Avropada 14-17-ci əsrdə yaranmışdır. 8-ci sual. İnsanın ilk istifadə etdiyi material hansı olmuşdur? Metal, qoblen və gil. İnsanın ilk dəfə istifadə etdiyi material gil olmuşdur. Yəni gildən müxtəlif əşyalarda, qab-qacaqlarda, yəni ki, müxtəlif texnikalarda istifadə olunmuşdur. 9-cu sual. Perspektivdə forma və ölçünün dəyişməsi nə adlanırdı? Forma və ölçünün dəyişməsi xətti perspektiv adlanırdı. Hava perspektivi isə ön və arxa obyektlər arasındakı rəng fərqidir. Qovuşma nöqtəsi isə üfüq xəttinin üzərində yerləşirdi. 10-cu sual. İnanın qabı üzərində iki sıradan ibarət təsvir var. İnanın qabı üzərində 3 mərhələ var və məişət janrıdır. A variantı. 11-ci sual. Hansı əsər Bəhruz Kəncərliyə aiddir? Naxçıvanda abidə, Sibil, Payız nemətləri. Payız nemətləri Ramiz Abbasovun əsəridir. Sibil isə Sakit Məmmədov. Bəhruz Kəncərlinin əsəri isə Naxçıvanda abidədir. A variantı. 12-ci sual. İnsan təsvirləri hansı janrda təsvir olunurdu? Mənzərə dedik ki, təbiət rəsmidir. Məişətdə gündəlik həyat, insan təsviri isə portretdə. Yəni C variantı. 13-cü sual. Əgər əsərdə cılqablar təsvir olunubsa, bu təsninsətin hansı janrıdır? Dedik ki, cansız əşya varsa, bu mütləq olacaq Natürmortda. 14-cü sual. Əgər əsərdə insanların gündəlik həyatı təsvir olunubsa, hansı janrdır? Burada olacaq məişət. Gündəlik həyatdan söhbət gedirsə, məişətdir. Mənzərə təbiət rəsmidir. Portret isə insan təsviridir. 15-ci sual. Mixi yazılar nədir? Mixi yazılar, yəni qədimdə insanların gil üzərində ağac çöpü ilə yazdıqları, cizdikləri bu təsvirdir. 16-cı sual. Natürmort janrında rəsm çəkin. Yəni natürmort janrı nədir? Cansız əşyaların təsviri deyilir. Yəni bu janrda rəsm çəkməyi tələb edir. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.